Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona başına gələn hadisələri bildirir. Xədicə anamız ona deyir ki, bil ki deyir, Allah səni əsla zayi etməz. Allah səni əsla yardımsız buraxmaz. Çünki sən deyir, qohumluq əlaqələrini qoruyan, acıları doyuran, ehtiyac sahiblərinə yardım edən birisisən və qonağa da ikram edirsən, haqq yolunda insanlara kömək edirsən. Allah səni zayi etməyəcəkdir. Allah səni yardımsız buraxmayacaq və Peyğəmbər sallallahu aleyhi və səlləmə həmin bu sözlərlə güc verir. Və deyir ki, gəl səni aparım əmim oğlu Varaqanın yanına. Və burada keçən dərsdə nisbətən toxunmuşduq. Dedik ki, bizə anamızın Peyğəmbər sallallahu aleyhi və səlləmə dediyi bu söz ki, Allah səni yardımsız buraxmayacaq, Allah səni zayi etməyəcək. Biz dedik ki, bunu İbrahim aleyhissələmin zövcəsində də görürük. Yəni Həcər anamızda da həqiqətən bunu sənə Allah mı əmr etdi? Allah əmr etdi. O zaman get, Allah bizi yardımsız buraxmayacaq, Allah bizi zayi etməyəcək demiş olduğu sözü görürük. Və dedik ki, burada çox önəmli bir məsələ var. Həmin önəmli olan məsələ nədir? Kişinin zövcəsi ağır bir yüklə kişiyə yüklənəndə, əgər qadın salihə bir qadındırsa, mütləq kişiyə böyük bir yardımı dəyir. Və həmin o yardımı biz görürük. Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahın nəbisi, Allah azza və cəllənin elçisi, onu sakinləşdirən, onu Varaqanın yanına aparan bir qadındır. Xədicə radiyallahu anhə. Və İbrahim aleyhissaləmə get, Allah bizi zayi etməyəcək deyən bir qadındır. Həcər anamız. Və yenə biz bunu sahabə qadınlarda da görürük. Məsələn, Ummu Sələmə radiyallahu anhə, bilirsiniz, məşhur hadisədir Hudeybiyənin sülhü zamanı. Rasulullah sallallahu aleyhi və səlləm çadırına qayıdır və narahat idi. Ummu Sələmə radiyallahu anhə ona deyir ki, ey Allahın Rəsulu, sən saçını qırx və qurbanı kəs. Onlar da səni görüb bunu edəcəklər. Və təsəvvür edin ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bu söz təsəlli olur, həm də həmin o problemin səbəbini həll edir. Deməli, qadın çox önəmli bir şeydir. Yəni, biz bəzən elə zənn edirik ki, qadın sadəcə ev işlərini görən, sadəcə uşağına baxan, yemək pişirən, gözümüzdə belə bir təsəvvür var. Fəqət biz baxdığımız zaman, hətta vəhyin ilk gəldiyi zaman, Allah Resulü aleyhissalatu vesselamə dəvətində yardım eləyən, onu sakinləşdirən, Allah bizi zayi etməyəcək deyən, umumən, bütün dəvətlərə baxsan, bütün dava adamlarına baxsan, görəcəksən ki, onların yanında mütləq salihə bir qadın var. Çünki salihə bir qadın olmasa, kişi eləmək istədiyi şeyləri eləyə bilməz. Mütləq o qadın onun ayağından yapışacaq, onun ətəyindən yapışacaq və ona mane olacaq. Xədicə anamız ona desəydi ki, valla bunu insanlara danışma. Əgər insanlara danışsan, insanlar sənə dəli deyəcəklər, sənə cin musallat oldu deyəcəklər. Aleyhissalatu və sələmi qorxutsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm o rahatçılıq, o təskinliklə məgər bu hadisə eyni ola bilərdi? Təbii ki, bunların heç birisi öz başına olmur. Allah subhanahu wa ta'alənin yardım etməsidir. Fəqət burada məsələ nədir? Bax, Allah azza və cəllə o kişiyə necə bir qadın nəsib eləyir. Allah azza və cəllə salih olan bir kişiyə, salihə olan bir qadın nəsib eləyib ki, o sıxışdığı zaman, o dara düşdüyü zaman, o daraldığı zaman ona Allah bizi zayi etməyəcək demək. Və həqiqətən də bu kişi üçün çox önəmli bir şeydir. Yəni, bir kişiyə, bir qadının deməsi ki, Allah bizi zayi etməyəcək, Allah bizi yardımsız buraxmayacaq, narahat olma. Vallahi, sanki bütün dünyanın gücünü bu adama vermirsən. Fəqət qadın kişiyə desə ki, başa düşürəm, Allah razzaqdır, bəs bizi kim yedirdər, başa düşürəm, filan şey, bəs bizi halımız necə olacaq və s. bu kimi şeylər deyən qadınla Allah bizi yardımsız buraxmayacaq deyən qadın eyni ola bilməz. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm nəyə görə deyir ki, evlənən gənclərə ki, sən salihə, sən dininə bax deyir. Dini gözəl olanı seç. Yəni, insan nəsəbinə görə, gözəlliyinə görə və s. evlənə bilər. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyəsi nə üzrədir? Sən salihə olanı seç, sən dininə bax deyir. Dini gözəl olanı seç. Çünki dini gözəl olmasa, o zahiri gözəllik heç bir şey yaramayacaq. O zahiri gözəllik səni ayağın büdrüyəndə, sıxışanda, qəlbin daralanda sənə kömək eləməyəcək. Amma qadının dindar olması, Allah mı bunu sənə əmr edib? Allah əmr edib. O zaman et, Allah bizi yardımsız buraxmayacaq deyən qadın dindar bir qadındır. Və belə bir qadına həqiqətən hər bir kişinin ehtiyacı var. Və bəzi elm əhli deyir ki, əgər insan görsə ki, onun zövcəsi dindar deyil, yəni evlənərkən belə bir seçim edə bilməyib, o zaman deyir, gücü ilə çalışmalıdır ki, var gücü ilə çalışmalıdır ki, onu salihə bir qadın eləsin. Çünki bu dəvətdə olan
bu dində olan, tövhidə nisbət olunan hər bir kəsin yükü ağırdır. Həmin o yükü ağır olan insanın yanında olan qadın da salihə bir qadın olmalıdır. Onun yükünü daşıyacaq ağır başlılığı olmalıdır. Amma yoxsa sənin qadının elə bir qadındır ki, dünyadan başqa heç nə bilmir. İşi gücü sən evə gəldiyin zaman mobilyaları dəyişmək lazımdır, pərdəni dəyişmək lazımdır, televizor biraz balacadır, onu böyük eləmək lazımdır, 3 otaq balacadır, 5 otaq eləmək lazımdır. Deməli, sən bu qadını yetişdirə bilməmsən, sən onu salihə eləyə bilməmsən, gecə-gündüz səni ətrafını, sözlərini, kəlamlarını dünya ilə bürüyən bir qadın sənə yardım eləyə bilməz. Sən sıxışanda, qəlbin daralanda, dünya başıva yıxılanda, sənə bir imtihan gələndə sənə deməyəcək ki, Allah bizi yardımsız buraxmaz, narahat olma. İndi bir kişi olaraq təsəvvür elə ki, imtihan əsnasındasan, qadın sənə deyir ki, narahat olma. Allah bizi yardımsız buraxmayacaq. Sənin bütün yükün üstündən qalxdı. Amma bir də qadın düşün ki, sənə tam tərsini deyir. Dünya başımıza yıxıldı. Necə olacaq bizim halımız? Biz nə yeyəcəyik, nə içəcəyik? Sənin yükünün üstünə yük gəldi. Ona görə bu halı, bu hadisələri yaşamamaq üçün insan gələ zövcəsini yetişdirsin, ona vaxt ayırsın, onu dindar, salihə bir qadın etsin ki, bir imtihan gələndə, bir sıxışıqlıq olanda, rızqı daralanda, həyatı daralanda o qadın desin ki, narahat olma, Allah bizi yardımsız buraxmayacaq və bu həqiqətən də mühüm olan işlərdəndir və peyğəmbərlərin baxırıq ki, zövcələri onlara necə kəlmələrlə nə etmişlər, yardım etmişlər.